Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanında əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. Evlənən ərə getmək yaşındır deyirlər. Qızlar 25 yaşını keçənə deyirlər ki, evdə qaldın. Nə edək, 35 yaşım var, evdə qalmışam. Xəbər verilir ki, bu sözləri Ağrı bizi təmsilçilərimizdən olan Samirə Əfəndi efirdən kənar verilişində deyib. O, gəncləri ailə qurmağa hazır hiss etdikdən sonra bu addımı atmağı məsləhət görüb. Həm xanımlar, həm də bəylər özlərini anlayandan sonra həyat qurmalıdırlar. Gəzsinlər, yeyib içsinlər, sonra qərar versinlər. Xanımlar üçün bu daha çətindir, amma onlar öz ayaqları üzərində durmalıdırlar. Bizdə xanımlara psixoloji təzyiq çox olur, buna hazır olmaq lazımdır. Qonşu ya da kimsə nə deyəcək deyə həyat qurmaq olmaz. Bizdə söz-söhbət buna görə yaranır. Cavab verirəm ki, mən cəmaata görə yaşaya bilmərəm, qoy onlar mənə görə yaşasınlar. Samirə xanımlar sosial şəbəkələrdə onlara yazan şəxslərə cavab verməmələrini söyləyib. Ağ atlı oğlana inanmaq olmaz, realist biriyəm. Elon Musk'a istəsə gəlib tapar. Elon Musk istəsə gəlib tapar, amma belə şeylərə inanmıram. Bütün xanımların ilk silahı təhsildir. Sosial şəbəkələrdə heç kimin mesajına cavab vermək lazım deyil. Bu bir tələbdir. Sosial şəbəkələr yaradıcı insanlar üçün bir çıxış yoludur, amma adi insanlar üçün tələbdir. Qızlar, belə şeylərə inanmayın. Ətrafımda bunu çox görürəm.